Salam, hər vaxtınız xeyir. Bu gün mən sizə tabeli mürəkkəb cümlənin izahını verəcəm. İzahı kitab üzərindən verəcəm ki, çox vaxt getməsin. Çünki burada daha çox biz cümlələr üzərində işləyəcəyik. Tərkibindəki sadə cümlələrin birləşməsindən yaranan və burada iki və daha çox sadə cümlə olan cümlələrin birləşməsinə mürəkkəb cümlə deyilir. Sadəcə olaraq tabeli mürəkkəb cümlədə dedik ki, iki sadə cümlə birləşir və bu cümlələrdən biri digərinə tabe olmalıdır. Yəni bir cümlə aslı, digəri isə baş cümlə olmalıdır və biz buna görə də tabe edən və tabe olan tərəfləri ayırırıq ki, və müstəqil hissəyə biz baş cümlə deyirik. Baş cümlənin işarəsi isə kvadrat. Baş cümlədən asılı olan hissə isə budaq cümlə deyirik. Buna isə yumru şəkildə, dairəvi şəkildə işarə edirik. Baş cümlə hər zaman müstəqil şəkildə olur və ox baş cümləyə gəlir. Ola bilər ki, cümlədə birinci budaq, sonra baş gəlsin. Biz yenə də oxu baş cümləyə doğru qoymalıyıq. İndi artıq bilirik ki, uşaqlar kitabdan qayda oxumaqda belə o qədər çətinlik çəkirlər ki, oxuduqlarını belə çox gec anlayırlar. Onun üçün elə məhz kitab üzərindən oxuyub, onlara izah vermək daha yaxşıdır ki, həmin cümlələri daha dərinliyinə qədər dərk etsinlər. Budaq cümlənin funksiyası var ki, 3 dənə funksiya olacaq burada. Bunu mütləq yadda saxlayın. Sizdən soruşulsa, budaq cümlənin neçə funksiyası var? Deyəcəksiniz, 3 funksiyası. Birinci funksiya hansıdır? Buraxılmış üzvün yerində işlənir. Birinci funksiya hansı oldu? Bəli, buraxılmış üzvün yerində işlənir. Yəni, buraxılmış üzv dedikdə mübtəda, təyin, tamamlıq, xəbər, baş və ikinci dərəcəli üzvlər buraxıla bilər və budaq cümlə də həmin buraxılmış üzvün yerində işlənir. İnanmazdım ki, sən belə edəsən. Nəyə sual çıxır? Nəyə inanmazdım? Nəyə sualı isə tamamlığın sualıdır. Sənin belə edəcəyinə inanmazdım. Və mən bunu sadələşdirdikdə, mən bunu tamamlıq olaraq sadələşdirirəm. Görürsüz, sənin belə edəcəyinə. Və bunu tamamlıq olaraq sadələşdirib nəyə sualını verirəm. Deməli, bu tamamlığın yerində işlənir. Və yadınızda qalsın, tabeli mürəkkəb cümlə sadələşərkən ya feili sifət, ya feili bağlama, ya məstər, yəni feilin təsriflənməyən formaları şəklində sadələşdirə bilərsiniz. Bizə demişdilər ki, nəyi? Getdiyiniz yerdə mənzil də alacaqsınız. Baxın, bunu gəlin sadələşdirək. Bizə nəyi demişdilər? Getdiyiniz yerdə mənzil alacağınızı, bax, feili sifət tərkibi olan acaq şəkilçisi ilə sadələşdirirəm. Bəs buradakı acaq şəkilçisi feilin xəbər şəkilçisi, yəni zaman şəkilçisi deyil. Nəyə görə feili sifət olur? Bunu sual verin. Bəli, ona görə buradakı acaq şəkilçisi feili xəbəri yox, feili sifət olur ki, burada acaq hamısı bir yerdə tamamlıq olur. Amma feilin şəkilləri var, xəbər, əmr, lazım, arzu, şərt. Bunların hər biri feilin yalnız xəbər formasında, yəni xəbər olur, cümlə üzvü olaraq xəbər olur. Başqa cümlə üzvü ola bilməz. Onun üçün buradakı feili sifət olmalıdır. Deməli, budaq cümlənin birinci funksiyası oldu ki, buraxılmış üzvün, cümlə üzvlərinin yerində işlənmək. İkinci budaq cümlənin funksiyası baş cümlədəki əvəzli qəlibin mənasını açmaq. Yəni, baş cümlədəki işlənən əvəzli qəlib olur ki, əvəzli qəliblərimizi biz sintaksis bölməsində öyrənirik. Amma biz buna morfologiyada işarə əvəzliyi deyirik. Bəzən sizdən soruşula bilər, bu əvəzli qəlib nədir? Deyirsiniz, bu termin sintaksisdə öyrənilir. Amma biz bunu artıq morfologiyada keçmişik. O, bu. İşarə əvəzlikləri ona, buna, onda, bunda elə belə. Görürsünüz, sadəcə işarə əvəzliyi formasını dəyişib. O vaxt, burada mürəkkəb olub, o zaman. Ona görə, buna görə. Odur, budur. İşarə əvəzliyin yerində işlənir. Baxın, yəni baş cümlədə məchul əvəzli gəlib var, budaq cümlədə isə onun açmasıdır. Yəni, baş cümlədə oduru, buduru verib, budaq cümlə artıq oduru açır. Gəlin baxaq. Bircə ondan razıyam. Bax, görürsünüz, ondan əvəzli gəlib var, özümdən narazıyam. Gəlin, sadələşdirək. Artıq mən bu ikinci cümləni sadələşdirəndə gətirib bunun yerində qoymalıyam. Bircə özümdən narazıyam. Ondan razıyam. Görürsünüz, bircə özümdən narazı olmaqdan razıyam. Bax, olmaq, maqla sadələşdirdim. Gəlin, bunu sadələşdirmə formasını yazaq.
bircə özümdən narazı. Bax, narazı burada feili sifət forması deyil. Mən artıq buna feilin təsrif etməyən forması artırmalıyam. Olmaq şəkilçisi nə idi? Burada dan idi. Olmaqdan razıyam. Nədən razıyam? Özümdən narazı olmaqdan. Gördünüz, getdim özümdən narazını onun yerinə qoydum. Yəni məsdər tərkibi formasında sadələşdirdim. İstəyim budur ki, bizi unutmayasan. Baxın, budur. Görürsüz, xəbərin tərkibində işlənir. İndi mən bu sadələşdirdiyim hissəni gətirib xəbərdə qoymalıyam. İstəyim bizi unutmamağındır. Unutmamağın. Deməli, mən bunu sadələşdirəndə necə sadələşdirirəm? İstəyim bizi unutmamağındır. Gətirdim, budurun yerinə qoydum və sadələşdirdim. Gəlin bunu sadələşdirilmiş formasını bir dəfə yazaq. İstəyim bizi unutmama. Görürsüz, xəbər formasında maqla sadələşdirdim məsdər tərkibi ilə. Sonra elə adam olmalısan ki, haqqında pis danışmasınlar. İndi siz mənə deyin görün, burada əvəzlik gəlib hansı cümlə üzvün yerində işlənib? Necə adam? Elə. Necə sualına cavab verdiyinə görə artıq siz bura deyəcəksiniz ki, təyinin yerində işlənib. Haqqında pis danışılmayan adam olmalısan. Haqqında pis danışılmayan feili sifətlə sadələşdirdim. Növbəti, Gülnar o vaxt rahatlaşır ki, siz hamınız onun yanında olasınız. O vaxt sözünün yerinə qoyuram. Gülnar, siz hamınız onun yanında olanda feili bağlama kimi sadələşdirirəm. Rahatlaşar. Sonra, bu işdə məqsəd odur ki, biz birləşə bilək. Xəbərim odur. Bu işdə məqsəd bizim birləşə bilməyimiz, məyimizdir. Gördünüz, məsdər tərkibi ilə sadələşdirdim. Bu cümlədə üz buraxılmayıb, sadəcə üz əvəzlik gəliblə ifadə olunub. Həmin əvəzlik gəlibin mənasını açırıq. Üçüncü, bəzi budaq cümlələr, şərt və qarşılaşdırma budaq cümlələri var ki, baş cümlədə bütövlükdə ümumi məzmuna aid olurlar. Məsələni ona desək, hər şeyi həll edər. Və görürsünüz, sasə varsa, deməli bu şərt budaq cümləsidir və burada hər şeyi həll edər. Siz burada şərti axtarsaz, sasəni axtarsaz, buradan qayda olaraq çıxarasınız ümumi məzmuna. Deməli, birinci, buraxılmış cümlə üzvün yerində işləndi. İkinci, əvəzli qəlbin mənasını açdı. Üçüncü isə ümumi məzmuna aid oldu. Ümumi məzmuna aid olması üçün siz sasə şəkilçisini və qarşılaşdırmanı axtarmalısınız. Rəşadı razı sala bilmədim. Yox, nə qədər çalışdımsa, burada sasə var. Deməli, ümumi məzmuna aid olacaq bu cümlədə. Onun qarşısına şərt qoyur, yəni burada. Və ikinci tərkib hissədə isə fikirlər qarşılaşdırır. Yəni, şərt, sasəni görsəniz, ümumi məzmuna aid olma deyə bilərsiniz. Birinci və ikinci bəndlərdə budaq cümlə baş cümlənin hər hansı bir üzvünü yerində izah edirsə, üçüncü bənddə isə ümumi məzmuna aid olurdu. Sual cümlədə ortaya çıxırsa, baş cümlədə o tərəfdir. Məsələn, o elə tələbədir ki, heç müəllimini peşman etməz. Gördünüz, əvəzi qəlbin yerində işlənibdir. Əvəzi qəlbi isə həmişə baş cümlədə olur. Deməli, bir də təkrar edib, budaq cümlənin 3 funksiyası oldu. Buraxılmış üzvün yerində işlənir. Daha sonra əvəzli qəlbin mənasını açır və ümumi məzmuna aid olur. Ümumi məzmuna o vaxt aid olur ki, şərt və qarşılaşdırma olanda, əvəzli qəlbi isə işarə əvəzlikləridir. Buraxılmış üzv isə mübtəda, təyin, tamamlıq, baş və ikinci dərəcəli üzvlərin yerində işlənir. Sağ olun, salamat qalın.